Değerli izləyicilər, bugün biz sizə psixoterapiya müalicəsi apardığımız pasiyent haqqında məlumat verəsiniz. Psixoterapiya nədir? Qalxanvari vəzin kistoz düyünlərini aparılır bu prosedur. Yəni kistoz düyün qalxanvari vəzin içərisində maili bir düyündür. Və biz həmən maini çəkirik. Çəkdikdən sonra isə mainin həcminə uyğun olaraq etanol spirti, yəni etanol məhlulu yerilir. Və bu müalicə son üstünlüklərindən biri də odur ki, bu xəstələr açıq əməliyyata ehtiyac olmur. Bu prosedurdan sonra hansı bir dərman müalicəsinə ehtiyac olunur və bununla da yəni, proses yekunlaşır. Və biz də bizim bir pasiyentimizi Nəzrə xanımı bu proseduru icra etdik və prosedur icra olunmuşdur və noyabr ayında. Nəzrə xanım, sizdə nə şikayətlər olmuşdur? Siz də hansı şikayətlərlə gəlmişdiniz? Yəni, sizdə kista olmuş, bildiniz, uzdan keçdiniz, uzda müəyyən olundu ki, yəni böyük ölçüdə bir kista var. Yəni, xəstə başqa bir klinikada müayinə olmuşdur və böyük bir həcmlə, yəni həcm budur, yəni 30 mm-dən 25 mm-ə qədər olan bir maili dissist idi. Biz bunu yəni, noyabr ayında içərisində olan müayini çəkdik və etanol spirti yeritdik. Və indi pasiyent təkrar müayinə gəlir. Bu xəstələrdə yəni 1 aydan, 3 aydan, 6 aydan bir biz baxırıq ki, yəni bu düyünün kilməsi, həcmi nə cür gedir və həmən xəstəmizin dinamik müşahidələr nə müşahidə edirik? Görürük ki, bəli, bu öncəki kistin müayinəsi prosedurdan öncəki, bu prosedurdan sonra bu isə bugünkü göstəricidir. Yəni siz burada da fərqi hiss edə bilirsiniz ki, çox böyük həcmdə düyün ölçüsündə şişirmə var. Hal-hazırda sizdə heç bir şişirlik yoxdur. Heç bir dərmanda içmirsiniz. Yəni hormonlar normal fəaliyyət göstərir. Və bu prosedurdan da razısınız. Ben çok razıyım. Narazısınız yoxdur. Xeyr, sizdən çox razıyım. Allah şəfa versin, keçmiş olsun. Çünki belə bir videoların paylaşılması və biz pasiyentlərlə yəni, məlumat veririk. Yəni belə olan hallarda əməklik keşi yoxdur. Məhz bu iğnə vasitəsilə müalicə olunur və xəstədə heç bir kəs olunur, narkoz alınır, əməliyyatdan sonra hansı xəstədə dərman üçün bu prosedurda heç dərmanla ehtiyac olur. Ne oldu? Allah şəfa versin, sizə də keçmiş olsun. Ayrıca çox cənnətdən gəlsin.